Bugün biz dim ikinci hissədən trapeziyanın sahəsi mövzusuna baxasıyıq. Birinci sualdan başlayırıq. Mənə deyir ki, ABCD trapeziyasında S, A, B, D 100 olarsa A, C, D-ni bizdən istəyir. Deməli uşaqlar, burada belə bir qayda var. Bura S-dir, bura S-dir və bura 2S olacaq. Daha doğrusu bura olacaq uşaqlar. Məsəl üçün buranı deyək ki S1, bura S2 deyək. Bunlar da bir-birinə bərabərdir. Yəni belə deyim də, bu cür sizə çətin gələr. Qayda ilə yazsaq, bu S1-dir, bu S2-dir. Bu da S. Bu S-lər bir-birinə bərabərdir və bunlar bərabərdir. Kökətdə S1 vur S2. İndi bunlar mən deyir ki SABD. SABD bax buradır. Yəni S1 ilə S-dir. Bunun cəmi. Digəri o birisi də bir-birinə bərabər olacaq. Yəni BD diaqonalı bir yarı böləcək də. Yəni burada 100 olacaq. Aşağıdakı da ABC əgər 80-dirsə, digər hissədə 80 olacaq. Yəni B variantı. Bunlar artıq şifahidir. Xüsusi bir qaydaya ehtiyac yoxdur. Trapeziyanın sahəsini hesablayın. Hər şey 1 millidir. Buradan bura kimi 1, 2, 3, 4. Deməli hündürlük 4-ə bərabərdir. Balaca tərəf 5-dir. Böyük tərəf 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11-dir. Deməli, onda orta xətti tapacağım. S bərabərdir. A üstə gəlsin B bölünsün 2 vurulsun H düsturuna əsasən. 5 üstə gəl 11 bölünsün 2 vurulsun 4. Bundan bu gedir 2 qalır. 16-da 2-yə vuranda eləyəcək cavab 32 Y variantı. Keçək 4 nömrəli suala. Bu da eyni qaydadadır. Yuxarı hissənin uzunluğu 5-dir. Aşağı hissənin uzunluğu 2, 4, 6, 8, 9-dur. O zaman orta xətti tapaq. A üstə gəl B bölünsün 2. Eləyəcək neçə? 5 üstə gəl 9 bölünsün 2. O da eləyəcək 7. Bəs hündürlük neçədir? 2, 4, 5. Hündürlüyüm də 5-dir. S də bərabərdir. 7 vurulsun 5-ə əsasən 35 olacaq sahəmiz. Keçək 5 nömrəli suala. Trapeziyanın sahələri eyni olan paralleloqram və üçbucağa ayrılmışdır. Deməli, mənim bir dənə trapeziyam var. O nə edibdir? Paralleloqram və üçbucağa ayrılıbdır. Amma sahələri eynidir. Yəni S1, S2 bərabərdir. Trapeziyanın kiçik oturacağın uzunluğu 5-dir. Və onun böyük oturacağın uzunluğunu tapın deyir. Paralleloqram və nəyə ayrılıb? Üçbucağa ayrılmışdır. Sahələri eyni olan. Onda uşaqlar baxın bir şeyə. Bura 5-dirsə, burada 5 olacaq. Sonra davam eləsək. Başqa paralleloqram dediyi üçün bura B-dirsə, bura B-dir. Onda sahələr eynidirsə, belə eləyək. Deyək ki, bunun sahəsi nəyə bərabərdir? Bax, bunun sahəsi H. Eyni zamanda bu da H-dır. Üçbucağın sahəsi, məsələn, burada deyək X-dir. X vur H bölünsün 2. Bu bərabərdir nəyə? 5 vurulsun H-a. H-lar gedəndə X bərabər olacaq 10-a. Deməli, bura 10 olacaq. İndi bura 10-dursa, bütöv aşağı oturacaq neçə olacaq? 15 Y variantı. Keçək 6 nömrəli sualı. Üçbucağın A tərəfinə paralel olan düz xətt bu üçbucağın sahəsini 75%-nə bərabər olan trapeziya ayırır. Deməli, üçbucağın A tərəfinə paralel olan düz xətt. Məsəl üçün, bir dənə üçbucağımız var. Gəlin çəkək. Bir dənə üçbucağımız var. Üçbucağın deyir A tərəfinə paralel olan. Bu tərəf nədir? Paralel olan düz xətt bu üçbucaqdan sahəsi üçbucağın sahəsinin 75%-nə bərabər olan trapeziya ayrılır. Yəni, məsələn, belə bir trapeziya ayırır deyirsə, necə çəkək ki, trapeziyanı görək. Məsələn, bax, bu A tərəfinə paralel olan belə bir dənə xətt çəkmişik. Bu deyir, üçbucağın tərəfi A-dır, A tərəfidirsə. Üçbucağın A tərəfinə paralel olan düz xətt bu üçbucaqdan sahəsi üçbucağın sahəsinin 75%-nə bərabər olan trapeziya ayırır. Deməli, sahəsi üçbucağın sahəsinin 75%-dir. Yəni, S üçbucağı 75-ə vurub 100-ə böldükdə alırıq S trapeziyanı. S-T yazıram buna. Bu da eləyir 0,75 S üçbucaq bərabərdir S trapeziya. İndi deyək ki, düz xəttin bucaq daxilində qalan parçanın uzunluğu 6 cm olduğunu bilərək, düz xəttin bucaq daxilində qalan parçasının uzunluğu 6 cm, yəni bura 6 cm olduğunu bilərək üçbucağın A tərəfinin uzunluğunu tapın.
Biz bilirik ki o zaman bu trapesiyanın nələri olur? Oturacaqlar olur. Və buradan belə bir dənə hündürlük çəksək. Baxın, buradan belə bir hündürlük çəksək. Bu hündürlük həm bu hissəsi trapesiyada qalacaq. Bu H1. Bu H2 hissəsi də üçbucağa aid olacaq. O zaman üçbucağın sahəsi nədir? Üçbucağın sahəsi yazıram 0,75 A vurulsun H1 üstəgəl H2 bölünsün 2 bərabərdir nəyə? S trapesiyə. Trapesiyanın sahəsi nədir? A üstəgəlsin 6 bölünsün 2 vurulsun H1'ə. Burada ikilər ixtisar getsə 0,75 də %75 deməkdir. A vurulsun H1 üstəgəl H2 bərabərdir nəyə? H1 vurulsun A üstəgəlsin 6'ya. Buradan hər tərəfi 100'ə də vura bilərik ya da baxaq görə başqa bir yolu olarmı? Uşaqlar, burada daha asan bir metod var. Yəni belə heç özümüzü bu qədər yormayaq. Nədir bu asan metod deyəcəksiniz müəllimə, hardan gördünüz? Bax uşaqlar, burada bir şey ipucu verir bizə. Deyir ki, nədir? 0,75 hissəsi. S üçbucağın 0,75 hissəsi nə deməkdir? S 0,70, yəni S üçbucağı %75'e vuranda alınır S trapesiya. Elə deyil. Bundan bu ixtisar gedəndə nə qalır? 4'də 3. Deməli, bura 3S'dir, bura S'dir. Yəni, çünki 3S'ini trapesiya alıbsa, bu xətt nə xəttdə olur? Orta xətt. Bura A 6'dırsa, orta xətt neçə olacaq? Aşağı 12. Y variantı bu qədər asan demiş. Diagonallara qarşılıqlı perpendikulyar olan. İndi. Deyir ki, diagonala qarşılıqlı perpendikulyar olan düzbucaqlı trapesiyanın böyük diagonalı 5, hündürlüyü 3'dür. Trapesiyanın sahəsini tapın. Baxın uşaqlar, əgər diagonallar qarşılıqlı perpendikulyardırsa, bizim çünki qaydalarımız var idi. Düzbucaqlı trapesiyadır deyir özdə. O zaman gəlin düzbucaqlı trapesiyanı çəkək. Düzbucaqlı trapesiyada diagonallar qarşılıqlı perpendikulyar olarsa, o zaman nə olurdu? Hündürlük bərabər olurdu kök altında oturacaqları hasilinə. Mənə nə deyir? Böyük diagonalı 5'dir. Yəni buradan bura kimi olan ərazi 5'dir. Hündürlüyü 3'dür. Onda bura avtomatik nə olacaq? 4. Trapesiyanın sahəsini tapın. Trapesiyanın sahəsini tapanda deməli 3'ün kvadratı bərabər olurdu. 4 vurulsun kiçik oturacağı A'ya. Buradan A da bərabər olacaq 9 bölünsün 4'ə. A'nı tapdıq indi. Bəs o sahə nəyə bərabər idi? Orta xətt, yəni 9 bölü 4 üstə gəl 4 bölünsün 2 vurulsun hündürlük 3'ə. 3'ü sürətə vursaq, öncə ortaq məxrəcə gətirəndə 4'də 9'un üstünə gələcəm 16, 25 eləyəcək, vuracam onu da 3'ə və böləcəm 2'yə. Bu da eləyəcək 8'də 9'un üstünə 6, 25, 3'ü vuranda 75. Delir 9,8'de 3, C variantı 7'də. C variantı. İndi keçirik 8 nömrəli suala. Deyir ki, bizə 8'də düzbucaqlı trapesiyanın diagonalları qarşılıqlı perpendikulyardır. Yəni, eyni qaydadan tətbiq eləyəcəm. Nə dedik? Diagonallar qarşılıqlı perpendikulyarsa hündürlük bərabərdir. Kök həttə oturacaqları hasirə. Oturacaqları 12 və 3'dür. Bura 3'dür, bura 12'dir. Trapesiyanın sayısını tapmaq üçün deməli dedik ki, H bərabərdir. Kök altında 3 vur 12'ye, yəni 6'ya. H 6'dırsa S də bərabərdir. 6 vurulsun 2'də 3 üstə gəlsin 12. Bundan bu gedir 3 qalır. Bu da bizə verəcək 45'i Y variantını. Keçirik 9 nömrəli suala. Deyir ki 9'da bu arada abunə olmağı, like etməyi unutmayın uşaqlar. Bütün dim hissələrini, eyni zamanda canlı dərslərlə biz buraxılışa hazırlıq keçirik. Tamamilə ödənişsiz o dərslərdə qoşulmaq üçün siz də qoşulun. Mənə deyir ki, AB CD-yə bərabərdir. Deməli, bura A-dır, B-dir, C-dir, D-dir. Və AB 16'dır, CD 34'dür. Sonra mənə deyir ki, DB perpendikulyardır DC-yə. Yəni, buradan belə bir xət çəkiblər, bu da 90 dərəcə altında olubdur. Sonra AD bərabərdir BC-yə. Deməli, bərabər yanı trapesiyadır. O zaman nə edərəm? Buradan belə bir hündürlük çəksəm. Eyni şey buradan da çəkəndə. Bu orta hissə 16 olur. 34'dən 16'nın çıxanda nə qalacaq? 18. 18'i yarı bölündə 9 bura düşəcək, 9 bura düşəcək.
Sonra mən nə deyir? Trapesiyanın sahəsini tapın. Əgər diagonal yan tərəfə perpendikulyar olarsa, indi gəlin hündürlüyü tapaq da. H nəyə bərabərdir? H kvadratı m-in düstur vardı düzbucaqlı üçbucaq üçün. H kvadratı bərabər 9 vur digər hissə. 9 vur digər hissə də neçədir? 25. H da bərabər olacağında 3 vur 5, yəni 15-ə. Hündürlük 15-dir. Sahə S nəyə bərabərdir? 34 üstə gəl 16 bölü 2 vurulsun 15. 34-ün üstünə 16 gələndə 50, yarıya bölündə 25, 25-i 15-ə vuranda cavab eləyəcək neçə? 375 Y variantı. Keçirik 10 nömrəli suala. Sualda nə? Hesablamağı bir də bir-bir yazmıram, onları özünüz yazarsınız. ABCD paralelogramında çəkək. A, B, C, D. B, A bucağının tənbələni BC tərəfini Y nöqtəsində kəsir. Sonra və B, A, D 60'dır. Bura 60'dır. A'dan B'ye kimi olan ərazi 3'dür. B'dan C'ye kimi olan ərazi 5'dir. Unutmayın uşaqlar. Bura alfa, məsələn alfa beta bölünürsə, bura alfa onda bura alfa olur. Yəni burada 3 olur, bura onda 2 olacaq bütöv 5'dirsə. Sonra mən deyir ki, AYC'de dörtbucaqlısının sahəsini tapın. Bunun sahəsini tapmaq üçün axı bu trapesiyadır. Buradan belə bir hündürlük endirərəm. Bura 60 dərəcə idi. 90'ın qabağında 3'dürsə, 30'un qabağında onun yarısı, yəni 1,5. 60'ın qabağında onun kökdə 3'ə vurulmuş haldır. 1,3 kökdə 3. Hündürlüyüm var. 1,5 kökdə 3. Oturacaqlarım var. 2 ilə 5. A üstə gəlsin, B bölünsün 2 bərabərdir. 2 üstə gəl 5 bölünsün 2. Yəni 7 bölü 2'yə. Mən sahəni tapanda 1,5'i kökdə 3'ü vuracağım 7 bölü 2'yə. Yəni bu da eləyəcək neçə? 21 bölü 4 kökdə 3. B variantı. Keçək 11 nömrəli suala. Əgər nəsə sizə aydın olmasa, rəy bölməsində yazın. Like etməyi, abunə olmağı unutmayın. Bərabəryanlı trapesiyadan söhbət gedir. Sahəsi S bərabərdir 3 kökdə 3. Kiçik oturacağı 2'dir. İti bucağı 60'dır. Böyük oturacağını tapın. Bax birincisi nə edirəm? Belə bir hündürlük endirərəm. Onda burada 2 olacaq. Bura x-sı burada x olacaq. Deyirəm ki, bax 30'un qabağında x-sı 90 qabağında 10 2'mizdir. 2x 60'ın qabağında 10 kökdə 3'ü vurulmuş haldır. İndi sahə necə tapılırdı? Hündürlük üstə gəl vurulsun orta xətt 2'də 2 üstə gəlsin 2 plus 2x bərabərdir 3 kökdə 3. Kökdə 3'lər gedir. Qalır 2'də x vurulsun 4 üstə gəl 2x bərabərdir 3'ə. Çarpaz vuranda 4 üstə gəlsin 2x vur x bərabərdir x-i 2'ni kökdə 3'ə vuranda 2'ni 3'ə vuranda 6 eləyir. Bu da vurub açanda 2x kvadrat üstə gəl 4x minus 6 bərabər 0'a x kvadrat üstə gəl 2x çıx 3 bərabər 0'a. Bunun kökü də 3 ilə mənfi 3 ilə 1'dir. Mənfi 3'ü götürənmərəm x olacaq 1. Böyük oturacağını istəyir. Bura 1'dir, burada 1'dir. Cəmi böyük oturacağım neçə olacaq? 4 olacaq. D variantı. Yəqin ki, başa düşdünüz. Dediyim kimi, aydın olmayan bir şey olsa rəy bölməsində yazın ki, sizin üçün əlavə izahlar verim. Heç bir sıxıntı yoxdur. Əlaqə nömrəmlə də əlaqə saxlaya bilərsiniz. Bu da kanalda var. Gəlin 12-ci suala keçək. Bərabəryanlı trapesiyanın sahəsi 6 kökdə 10'dur. Yan tərəfi 6'dır. İti bucağı 30'dur. Bərabəryanlı trapesiyanın yan tərəfi 6'dırsa, iti bucağı 30'dursa, belə xətt çəkəndə hündürlüyü olur 3. H-ı tapdım 3. Diagonalını istəyir bizdən. Trapesiyanın sahəsi də 6 kökdə 10'dur. Trapesiyanın sahəsi nəyə bərabərdir? Bərabəryanlı trapesiyada. Diagonalını tap deyirsə, buradan belə bir xətt çəksək. Bu diagonal olacaq. Bura 90'dır, burada 90'dır. Sonra, başqa nə deyə bilərəm? Bura 3 kökdə 3'dür. Bura olsa A. Ya da belə bir xətt çəksək. Burada 3 kökdə 3 olacaq. Bu orta hissə A olsa yuxarıda A olacaq. İndi A-nı tapmalıyıq. Var, oturacaqlar var, hündürlük var, sahədə var. Deyərəm ki, 6 kökdə 10 bərabərdir. Hündürlük vurulsun orta xətt. A üstə gəl, A üstə gəl,
6 kökdə 3. Bu da 3 ilə bu ixtisar gedir 2 qar. 2 kökdə 10 bərabərdir. A-nın üstünə A gələndə 2A. Üstəgəl 6 kökdə 3. Hər tərəfi 2-yə böləndə də A üstə gəlsin 3 kökdə 3 qar. Buradan A nəyə bərabərdir? A bərabərdir 2 kökdə 10 çıx 3 kökdə 3. A-nı tapdıq və gətirib burada yerinə qoysaq. Burada olacaq neçə? 2 kökdə 10 çıxılsın 3 kökdə 3, üstə gəl 3 kökdə 3. 3 kökdə 3'lər gedəcək, qalacaq 2 kökdə 10. Yəni buranın bütöv uzunluğu 2 kökdə 10'dur. Burada 3'dür. O zaman diagonal tapanda Pifagor teoremini tətbiq eləyərəm. Yəni 3'ün kvadratı üstə gəl 2 kökdə 10'un kvadratı. Bu da eləcək 9 üstə gəl 40, yəni 49. Cavab eləcək 7. Çox əla sual idi. Həqiqətən bunu ulduzlayıram mən. Çünki bu sualı bildiyimdə rahatlıqla imtahanlara sala bilərlər deyə düşünürəm. Gəlin indi baxaq 13 nömrəli suala. Mənə deyir ki, AOD 8-dir. BOC 2-dir. Trapeziyanın sayəsini tapın. Bura S1-dir, bura S2-dir. Trapeziyanın sayəsini tapanda AOD BOC 2'dirsə. O zaman qayda nə idi? S1 bərabər idi S2. O da bərabər idi kök altında 2 vur 8'ə. 2'ni 8'ə vuranda neçə eləyəcək? 16, 4 çıxacaq. Yəni bura 4'dür, burada 4'dür. Ümumi sahəni istəyirsəz, ümumi sahə olacaq 18. A variantı. Keçirik növbəti qaydaya, yəni 14 nömrəli suala. Bu da eynidir. Mənə deyir ki, bura 27'dir, bura 3'dür. Onda deyəcəm S1 S2'yə bərabərdir. O da bərabərdir kök altında 3 vur 27'yə, yəni 81'ə, yəni 9'a. Yəni burada 9'dur, burada 9'dur. O zaman mənə deyir ümumi sahəni tap. 9 üstə gəl, 9 üstə gəl, 27 üstə gəlsin 3. Bu da eləyəcək 48. A variantı. Düzbucaqlı trapeziyanın çəkək şəklini kiçik diagonalı onun 2 bərabər yanlı oxşar üçbucağa ayırır. Bərabər yanlı deyilsə bura bərabər olacaq. Bu isə bu hissəyə bərabər olacaq. Trapeziyanın sahəsi 96 olarsa onun böyük hündürlüyünü tapın. Bura A'dır, bura B'dir desək. Bunun sahəsi böyük hündürlüyünü istəyir. Onun hündürlüyünü tapın. A'nı istəyir bizə. Ya da H deyək birbaşa buna. Bura H'dır, bura A'dır, aşağı B'dir. Bərabər yanlı 2 üçbucağa ayırırsa. Bura H'dırsa onda burada H olacaq. Aydındır. Burada bərabər yanlı olduğu üçün H kökdə 2 onda. Burada olur H kökdə 2. Aşağıda olacaq onda. Kökdə 2 vuranda 2H. 2H. Sahə necə tapılır? H vurulsun. H üstə gəl 2H böl 2 bərabər 96'ya. Bu da eləyəcək 3 vur H kvadratı böl 2 bərabər 96'ya. 3 ilə bu gedəndə qalır 32. 32'nin 2 vuranda 64. H kvadratı 64'sə H da bərabərdir 8'ə. Hündürlüyü istəyir. Hündürlüyü oldu 15'də cavab 8. B variantı. Maraqlı sual idi burada həmçinin. Keçək 16-cı suala. Mənə deyir ki, paralelogramında AF-nin FD-yə nisbəti 5'in 4'ə nisbətidir. O zaman deyir, bura nə olur? 9K olur. Və sahələr nisbətini istəyir. Uşaqlar, trapeziyanın da hündürlüyü, bunun hündürlüyü eynidir. H bərabərdir. Bunun hündürlüyü nəyə? Üçbucağın hündürlüyü nəyə bərabərdir? 5K vurulsun hündürlük bölünsün 2'yə. Bəs trapeziyanın hündürlüyü nədir? 4K üstə gəl 9K bölü 2 vurulsun H. H'lar gedir. 4'ün üstünə 9 gəndə 13. 2'lər gedəcək. 4'ün üstünə 9 gəndə 13 eləyəcək. Aşağıda da 5. 13 böl 5 Y variantı. Aşağıya baxın indi. AF-nin FD-yə nisbəti 4'ün 3'ədir. Onda bura olur 7K. Hündürlük dedik, axı hər üçündə eynidir. Üçbucaq üçün hündürlük nəyə bərabərdir? 4K vur H bölünsün 2. Bəs trapeziya üçün nəyə bərabərdir? Orta xətt, yəni oturacaqların cəminin yarısı vurulsun hündürlük. Hündürlük gedir, 2'lər gedir. Geridə qalır 10K böl 4K. K'lar da gedir, qalır 5 bölünsün 2. A variantı. 18. Diagonallar böyük oturacaqla 45 dərəcəli əmələ gətirən bərabər yanlı trapeziyanın. Demək, mən nə etməliyəm? Birinci trapeziyanı çəkməliyəm. Bir dəqiqə.
Gəlin çəkək. Trapesiya. Biraz eybəcər oldu. Bərabər yanlı trapesiyanın diaqonalı böyük oturacaqla 45 dərəcə əmlə gətirir. Məsələn, belə bir diaqonal var. Böyük oturacaqla 45 dərəcə əmlə gətirir. Onda bura 45 isə burada 45 olacaq. Çünki iki paralel düz xətt üçüncülü kəsişin daxili çarpazda yaranır. Trapesiyanın sahəsi 144-dür deyir. Deməli, bura A-dırsa, bura A-dır. Bu zaman nə alacağıq biz? Bura trapesiyanın sahəsi 144-dür. Diaqonalının uzunluğunu tapın. Diaqonal böyük oturacaqla 45 dərəcəli əmlə gətirən. Onda uşaqlar, digər diaqonalı da çəkərəm mən. Bu da deyəcəm nə? Əmələ gətirir, onda 45 dərəcədir. Çünki bərabər yanlıdır axı. İndi burada belə bir, bura 90 olacaq. Və bu D bərabərdir. S də bərabər edinə 2-də 1, D1 vur D2 sinus alfa. Buradan 2-də 1, D kvadratı, sinus alfada 90-da nə alır? 1 bərabərdir 144-də. Buradan da D kvadratı bərabər olacaq nəyə? 144-ü 2 vurunda 288-ə. Yəni D də bərabər olacaq kök altında 288-ə. Kök altında 288 də bəs nədir? Bu da təqribən olacaq neçə? Deməli, kökdən tam çıxmayacaq. 12 kökdə 2B C variantı olacaq. Keçək 19 nömrəli suala. İndi görək nə deyir 19-da. 19-da deyir ki, bizə trapesiyada BC deyir, B-dən C-yə kimi məsafə 4-dür. Bura 4-dür. Soram deyir ki, BDC 30-dur. Bura 30-dur. Soram davam eləyək. Ondan sonra baxın uşaqlar, bir şey var. Burada 30 olacaq deyəsiz. Niyə? Çünki uşaqlar, belə qaydamız var ki bizim eyni qövsə söykənən, paralel qövslərə söykənən bucaqlar bərabər olur. Daxili bucağım 30-dursa, qövsün uzunluğu nədir? 60. Onda bura x-dırsa, burada x olacaq. Deməli, 2x üstə gəl 60, 180 verirsə yarım qövsü. 2x bərabər olacaq 120, x də bərabər olacaq 60-a. Onda yəni burada 60-dır, burada 60-dır. Bura 60 onda o avtomatik daxili bucaqda 30 olur. İndi bizdən nə istəyir? Deməli, bura kimi gəldik, yəqin başa düşdünüz. Yəni, bildik ki, bura 30-dur, burada 30-dur. Burada 4-dür. Sonra, onda nədir bu? Bərabər yanlı trapesiyadır. Çünki bir dənə bərabər yanlı trapesiyanın daxilinə, xaricinə çevrə çəkmək olur. Bura 60 ise burada 60 olacaq. 60-30 avtomatik bu hissə 90 olacaq. O zaman belə bir hündürlük endirərəmsə, bura 4 ise burada 4 olacaq. Və nə deyəcək? Bura x olanda burada x olacaq. 30'un qabağında x-dırsa, 90 qabağında 12 misli 2x olacaq. 60'ın qabağında onun kökdə 3'ü vurulmuş halıq x kökdə 3 olacaq. Sonra başqa nə deyirik? Başqa nə deyə bilərik yəni? Baxaq. Deyək ki, yan tərəflər də uşaqlar bu arada bir də bunlar eyni vətərlər olduğu üçün axı bura 60, 60, 60 idi. Onda bu vətərlər də bir-birinə bərabər olur. Yəni biz bu xəttlərə də nə deyəcəyik? 4, 4, 4 deyəcəyik. Bir dənə qalır hündürlüyü tapmaq. Belə bir xətt çəksəm, bura 4-dür desəm, o zaman bu hissəyə neçə qalacaq? 60 idi axı bura. 90'ın qabağındakı 30'un qabağında 10 yarısı 2, burada da 2 kökdə 3. Deməli sahə bərabər olacaq 2 kökdə 3. Yəni hündürlük vurulsun orta xətt 4 üstə gəlsin 4 2. 4 üstə gəl 8 bölünsün 2. Bu da 2'lər gedir. Qalır 12 kökdə 3 A variantı. Keçək indi 20 nömrəli suala. Trapesiyada SH hündürlüyü perimetri 24 olan ASD üçbucağın sahəsini 9'da 16 nisbətində bölür. Trapesiya hündürlüyünü tapın. Baxın. AC perpendikulardır SD'yə. Biz demişdik ki, diagonal yan tərəfə perpendikular olarsa, hansı qaydamız keçərli idi? Deməli ki, perimetri 24 olan ACD üçbucağının sahəsi hündürlük 9-16 nisbətində bölür. Yəni, bura 9 S'in, daha doğrusu 16 S'in, bura 16 deyək,
16s'in 9s'ə nisbətində 2 yerə böləcək hündürlüyümüz. Onda hündürlüklər nisbəti nədirsə, tərəflər nisbəti də odur. Yəni bura 16k, bura 9k olacaq. H nəyə bərabərdir? H da bərabərdir 16k vurulsun 9k kökətdə. Bu da eləyəcək k vur 3 vur 4, yəni 12k. Hündürlük tapdım 12k'dır. Sonra başqa nə deyir? Trapeziyanın hündürlüyünü istəyir. Yəni bu tək 12 ola bilməzmi? Ya 12 olacaq, bunu baxmalı. İndi axı perimetri 24 verib. Bax bura belə deyim də, bura 16k'dırsa, bura 12k'dırsa, burada olacaq 20k Pifaqor teoreminə görə. İndi bura 12k, bura 9k'dırsa, bəs digəri neçə olasıdır? Onu da tapmamız lazımdır axı. Ya da yox, 12 3'ü 3'e vurublar, 4'ü 3'e, 5'ü 3'e, burada 15k olacaq Pifaqor teoreminə görə. Perimetri neçə idi? 24. Deməli 20k üstə gəl 15k üstə gəl 16 üstə gəl 9, yəni 25k bərabərdir 24'ə. 20'nin üstünə 15 üstünə 25 gələndə 60k bərabərdir 24'ə, k da bərabərdir 60'dır 24'ə. Bu da elə ixtisar gedəcək. 12 ixtisar getsə 5'də 2 qalır. 0,4. 0,4. Trapeziyanın hündürlüyünü istəyir. 12'ni vuracaq 5'də 2'yə. 24 bölünsün 5 alınacaq. 24 bölünsün 5. Görüm cavablar hansı formadadır? Bir dəqiqə. 24'ü 5'ə böləcəyik. 24'ü 5'ə bölsək uşaqlar 4 dəfə 4,6 Y variantı, daha doğrusu 4,8 C variantı. Keçək indi 21-ci suala. Deyir ki, kiçik diaqonalı körbucağın tənböləni olan düzbucaqlı trapesiyada, deməli bir dənə düzbucaqlı trapesiya çəkməliyəm. Düzbucaqlı trapesiyada kiçik bucağı deyir nədir? Tənbölən rolunu oynayıb, yəni alfa olubdur. Kiçik oturacağı 6'dır deyir, böyük oturacağı 12'dir və bura 90'dır. Sonra mənə deyir ki, bu trapesiyanın sahəsini tapın. Və bura alfa-alfadırsa, özümüzdən belə bir hündürlük endirsək, bura 6 olacaq və eyni zamanda bu bərabər yanlı olduğu üçün bu hardan bildim bərabər yandı? Belə hündürlük çəkəndə bura 6 6 olur. Və bu zaman görürük ki, niyə 6? Çünki bundan bu bərabər olmalıdır. Bu harda keçərlidir? Sadəcə bərabər yanlı üçbucaqda median tənbölən hündürlük üst-üstə düşür. Elə deyil. İndi bir də belə bir qayda var. Bura alfadırsa burada alfa olacaq. O zaman bura 6-dırsa burada 6 olacaq. Hündürlüyüm 6'dır. Orta xəttimdə nədir? 6 üstə gəl 12 bölünsün 2'dir. Yəni 9'dur. S də bərabər olacaq 6 vur 9'a. Yəni 56'ya, 54'ə. Nəysə gözdən qaçırtmadıq. Burada şey unutmuşuq. Bura axı yarı bölünəcək eyni zamanda alfa bölü 2. Yəni bura belə deyim də. Burada alfa bölü 2 olacaq. Alfa bölü 2 olacaq. Axı bura alfa idi. O hansı bucaqda keçərli idi? 60 və 30'da keçərli idi. Düz bucaqlı üç bucaq. 30'un qabağında 6 ise 60'ın qabağında 6 kökdə 3 olacaq. Yəni bura olacaq 6 kökdə 3. Bu da eləyəcək 54 kökdə 3. Yəni cavab olacaq B variantı. Gecə 22'yə. Deyir ki, indi 22'də bərabər yanlı trapesiyanın sahəsi 240'dır. Orta xəttin uzunluğu 40'dır. O zaman H bərabərdir. Nə olacaq? 240 bərabərdir. H vurulsun 40'a. Bu 40 ilə bu gedir. H bərabər olur 6'ya. Yan tərəfin uzunluğu 10'dur. Trapesiyanın böyük oturacağının uzunluğunu tapın. İndi H-ı tapdım. H-ım neçədir? 10, yan tərəf 10'dur. Hündürlüyüm 6'dırsa bura nə olur? 8. Burada 8 olacaq onda. Bu hissənin uzunluğunu tapmalıyam. X. Nə deyəcəm? 2x üstə gəl. 8'in üstünə 8 gəndə nə eləyir? 16. Bölünsün 2 bərabərdir 40'a. 2x bərabərdir 80 çıxılsın 16'ya. 2x bərabər 80'a 16 çıxanda neçə qalacaq? 64. X də bərabərdir 32'yə. Bura oldu 32. Bizə deyir ki, böyük oturacağını tap. Böyük oturacağı neçə olacaq? Təbii ki, 48 olacaq. Keçək 23'ə. Bərabər yanlı trapesiyanın sahəsi 60'dır. Orta xəttin uzunluğu 40'dır. Deməli 160 bərabərdir. 40 vurulsun H-a. H bərabərdir 4'ə. Hündürlük 4'dür. Bura 4'dürsə. Bərabər yanlı olduğu üçün yan tərəf 5 ise bura 3 olur. Buradan belə bir xət çəkəndə burada 3 olur. Bu isə x-dır.
Onda deyəcəm 2x üstəgəl 6 bölünsün 2 bərabərdir nəyə? 40-a. Buradan 2x üstəgəl 6 bərabərdir 80-ə. 2x bərabərdir 74, x də bərabərdir 74-ün yarısı neçə eləyəcək? 37. 37. Bizdən böyük oturacaq istəyir. Yəni 37 üstə gəlsin 6-nı istəyir. Bu da eləcək 43. Keçək 23-ə, 24-ə. Oturacaqları BC adi olan ABCD bərabər yanı trapesiyanın daxilində mərkəzi O nöqtəsində olan çevrə çəkilmişdir. SAOB 20 olarsa, ABCD-nin sahəsini tapın deyir. Deməli, bunun öncə şəklini çəkmək lazımdır. Bu sualı işləmək üçün nə edəcək? Nəyə yəni fikir verməmiz lazımdır? Birincisi, biz çevrəmizi çəkək. 24-cü sualda. Ardınca da trapesiyamızı qeyd eləyək. Sualda indi deyir ki, baxın, adlandırsaq A, B, C, D. Deyir, O mərkəz nöqtədir və bu AOB-nin sahəsi deyir 20-dir. O zaman biz buradan belə bir hündürlük çəksək, eyni zamanda bu hündürlük radiusu olacaq və R-in AB-yə vurub yarıya böləndə isə AB-yə də A desək, burada olacaq. Bura 20 olasıdır. Buradan çarpaz vuranda A vur R bərabərdir 40-a. Buradan ayır 40-dırsa, indi gəlin baxaq. Bizdə 1-2 bura olsun, x bura olsun, y. 2a bərabərdir x üstəgəl y-a. Çünki 4 bucaqlığın daxilində çevrə çəkibsə, qarşı tərəflərin cəmi bərabər olmalıdır. Buradan nə görürük? Görürük ki, hündürlük də şeyimizin hündürlüyü. Nədir bu? Bu hündürlük, verilmiş bu hündürlük. Elə nəyə bərabər olur? Mərkəzə, yəni 2-yə. Deməli, h bərabərdir 2-yə. Sahə nəyə bərabər idi? Hündürlük vurulsun orta xətt. AB, yəni x plus y bölü 2. Bu da bərabərdir. Yerinə gətirib qoyanda 2r vurulsun. X ilə y-in yerinə yazıram 2a bölü 2. Bunlar 2-lər ixtisar gedir, qalır 2r-a. R-a nə idi? 40. 2 vurulsun 40, eləyəcək cavab 80. Keçək indi 24-25 nömrəli suala. 25 nömrəli sualda görək nə deyir. Deyir ki, oturacaqları BC adi olan ABCD bərabər trapesiyanın daxilində mərkəzi O nöqtəsində olan çevrə çəkilmişdir. Deməli, öncə çevrəni çəkirik. Yenə bayaq ki, sualın eynidir. Belə. Mənə deyir ki, SABCD ümumi sahəsi 100-dür, AOB-ni istəyir. ABCD. Ümumi sahəsi nədir? H, yəni 2R. H dedi 2R bərabərdir. Vurulsun x, y. X ilə y-ın cəminin yarısı. Burada bunlar gedir, qalır. R vur x plus y. Bəs bu nədir? Bu isə 3 bucaqda. R vurulsun A. Deməli, A, R bölünsün 2 bərabərdir. Sual bunu istəyir. A-ı tapmalıyıq. Biz də bildik ki, x ilə y-ın cəmi bərabərdir 2a-ya. Buradan gətirib yerinə qoysaq, x-in yerinə 2a qoyanda nə olacaq? R vur 2 vur a, yəni 2r-a bərabərdir 100. Ümumi sahə R-a bərabərdir 50. Gətirib 50-ni qoyunda 50 bölü 2 eləyəcək 25. 25-in sualın cavabı 25-dir. Keçək 26. Deyir ki, indi çevrə xaricində çəkilmiş bərabəryanlı trapesiyan oturacaqlar 8, 12 olar, 18 olarsa sahəsini tapın. Bərabəryanlı trapesiyadır. Yəni, bax, bu sualın eyni qaydadadır. Gəlin, baxaq. Bərabəryanlı trapesiyanın deyir, neyini bilər 26-cı sualda? Oturacaqların deyiblər 8, 18. Onda bura A, bura A-dırsa, nə deyəcəm? A üstəgəl A bərabərdir 8 üstəgəl 18-ə. Yəni 2A bərabərdir 26, A da bərabərdir 13-ə. Bura 13-dür. Sonra buradan belə bir hündürlük çəksəm.
Orta olacaq 8. Qalacaq 5, 5. Burada olacaq 12. Hündürlük 12-dir. Orta xəttdə 8 üstə gəl 18-in yarısı, yəni 13-dür. S bərabərdir 13 vurulsun 12. 13-ü də 12-yə vuranda neçə eləyəcək? 256. Keçək 27-ci suala. Eynisidir 27-ci sualda. Nə istəyir bizdən indi? Çevrəni çəksək daxilinə. Deyir ki, çevrə xərclə çəkilmiş bərabəryanlı trapesiyanın oturacaqları 9 ilə 25-dir. Onda orta xətt nə olur? A plus B bölünsün 2 bərabər olur. 25 üstə gəl 9 bölü 2, yəni 34 bölü 2, yəni 17. Bu orta xətt. Orta xətt. Sonra yan tərəfini tapmaq üçün nə edərəm? Bura A-dır, bura A-dır. 2A bərabərdir 34-ə, A da bərabərdir 17-yə. Bura 17-dir. Buradan belə xəttlər çəkərəm. Hündürlüklər. Bura 9 olur. 25-dən 9 çıxanda 16 yarı bölündə 8, bura 8, bura düşür. Və 17-nin kvadratının 8-in kvadratını çıxanda hündürlüyün kvadratını verəcək bizə. Bu da nəyə bərabərdir? 289-dan 64 çıxanda 225, yəni 15-ə. İndi bizdən S də bərabərdir 15 vur 17. Deməli 15-də 17-yə vuranda neçə eləyəcək? 255. Keçək indi 28-ci suala. Görək nə istəyir bizdən 28-ci sualda. Oturacaqları 18 və 12 olan diaqonallar isə qarşılıqlı perpendikulyar olan bərabəriyən trapesiyanın sahəsini tapın. Əgər diaqonallar qarşılıqlı perpendikulyardırsa, onda hündürlük bərabər idi orta xəttdə. Yəni H bərabər olacaq 12 üstə gəl 18-in yarısına. S də bərabər olacaq H kvadratına. 12 üstə 18 gələndə eləyəcək 30, 30-un yarısı eləyəcək 15. Yəni cavab olacaq 15-in kvadratı 225. Keçək 29-cu suala. Diaqonallar qarşılıqlı perpendikulyar oturacaqları 16, 20 bərabəriyən trapesiyasının sahəsi yenə. Hündürlük bərabərdir orta xəttdə 16 üstə gəl 20 bölünsün 2, 36-ın yarısı, yəni 18. S də bərabərdir 18-in kvadratı, H kvadrat düsturuna əsasən. Bu da eləyəcək neçə? 324. Keçək 30 nömrəli sual. Bərabəriyən trapesiyanın sahəsi 4 götürücüdür. Kiçik oturacağı 3, yan tərəfi böyük oturacaqla əmir gətirdiyi bucaq 60 dərəcədir. Və böyük oturacağını bizdən istəyir. Gəlin baxaq. Deməli, öncə bərabəryanlı trapesiyanı çəkməliyik. Bərabəryanlı trapesiyanın sahəsi S bərabərdir 4 kökdə 3-ə. 30-cu sual. Kiçik oturacağı 3-dür. Okay. Böyük oturacağı, yan tərəfin böyük oturacaqla əmələ gətirdiyi bucaq 60-dır. Onda buradan belə bir hündürlük çəksən. Belə bir hündürlük çəksən. Hündürlük H olsa, ya da H kökdə 3 olsa 60-ın qabağı. Bura H olacaq, burada 2H olacaq. Eyni şəkildə bura H olacaq, bura 2H olacaq. Və bu hissədə 3 olacaq. O zaman sahə nəyə bərabərdir? Sahə bərabərdir hündürlük vur orta xəttə. İndi bunun sahəsi 4 kökdə 3. 4 kökdə 3 bərabərdir. Hündürlüyüm neçə oldu? H kökdə 3. Vur. Oturacağım 3 üstə gəlsin 2 H üstə gəl 3 bölünsün 2-dir. Burada kökdə 3-lər gedir. 4-ü digər tərəfə vuranda 8, daha doğrusu bu 2-ni. Bərabərdir 6 üstə gəl 2H, H bərabər olacaq 1-ə. Böyük oturacağını istəyir. Bura 1, bura 1. Cavab nə olacaq o zaman? Birlərin cəmi 1, 3, 1, 5. Keçək 31 nömrəli suala. Bərabəryan trapesiyanın sahəsi 12 kökdə 3-dür. S bərabərdir 12 kökdə 3. Böyük oturacaq 13, iti bucağı 30-dur. Bax, bura 30-dur. Böyük oturacaq 13-dür. Buradan belə bir xətt çəkəndə yuxarı A olanda bura olur. Bura olacaq 13 çıx. Neysə, belə eləyək, ya da A deməyək bura. Bir dəqiqə. Bura A deməyək. Neyini? Bu isə X olsa 60-ın qabağı. 30-un qabağı olacaq, onun kökdə 3-ə vurulmuş halı, kökdə 3-ə bölünmüş halı, X bölü kökdə 3. Bu hündürlüyümüz olur. Burada olur 2, heç bura lazım deyil. Kiçik oturacağını istəyir. Bura X onda, bura X onda, bura olur 13 çıx 2X. İndi S, yəni 13 kökdə 2 bərabərdir. 12 kökdə 3 bərabərdir. H, H-ımızı nə tapdıq? X bölü kökdə 3. Vur
orta xətt. 2-də orta xəttim nədir? Bunların cəmi, yəni 13 üstə gəlinsin. 13 çıx 2x. 13 böyük oturacaq idi. Burada kökdə 3 digər tərəfə vurulanda olacaq 12 vur 3 bərabərdir x vur 2-də 26 çıx 2x. Burada 36 bərabərdir x vurulsun 13 çıx x olur 2-yə böləndə hər tərəfi. Bu da neçədir? Bunun yerinə 5 qoysaq ödəyir. 5 vurulsun. Yox, 5 qoysaq ödəmir. Nə istəyir bizdən? Kiçik oturacaq istəyir. Necəm indi? Çarpaz vuraram. X kvadratı çıx 13x çıx üstə gəl 36 bərabər 0-a. Diskriminantdan bunun köklərini taparam. O nədir ki? Cəmi 13 hasil 36 eləyər. 9-dan 4. Amma biri mənfi olacaq. Mənfi 9-dan 4. Yoxsa yox. 9-un üstünə 4 gəndə 13. 9-dan 4 üsya. 9-u qoysaq ödəməyəcək. Çünki 2-dən 9 bizə 13-dən böyük ədəd verir. Onda 4-dür bura. 4 bura olanda 8 eləyir. 13-dən də 8 çıxında cavab qalır 5. Keçək 32 nömrəli suala. Deyir ki bizə yan tərəflə və kiçik oturacaq 8, yan tərəf və kiçik oturacaq 8. Demək bir dənə trapesiyan var. Yan tərəf 8-dir, kiçik oturacaq da 8-dir. İti bucağı 60-dır. Trapesiyanın sayəsini tapın deyir. Buranı belə hündürlük çəksək. Buradan belə bir şey də çəksək. Bura 60-dırsa 90 şeyin qabağında 30'un qabağındayı 90 qabağındayı 8 olsun. 30'un qabağında 10 yarısı 60'ın qabağında 10 kökdə 3'ü vurulmuş oldu. Hündürlüyü tapdım ki 4 kökdə 3'dür. Burada 8'dir. Yan tərəfi burada 8 oldu, burada 4 olur. A ilə B'nin cəmin yarısı da var. 8 üstə gəlsin 16 bölü 2. Bu da eləyəcək 24 bölü 2 12. S də bərabərdir AH. 12 vurulsun. 4 kökdə 3. Eləyəcək. 4 kökdə 3'ü də 1,7 qəbul eləyəndə. 12 vur 4 vur 1,7. Cavab eləyəcək 81,6. Keçək 33'ə. 33'də deyir ki, yan tərəfi kiçik oturacağı bərabər olan trapesiyanın. İti bucağı 30'dur. Sahəsi S bərabərdir 72 üstə gəl 36 kökdə 3'dür. Kiçik oturacağını tap. Öncə belirləyirəm. Belə bir xətt indirərəm. 30'un qabağında A bölü 2'dir. Burada A kökdə 3'dür. Burada A kökdə 3'dür. A bölü 2 kökdə 3'dür. Burada A'dır. O zaman böyük oturacağım nədir? A üstə gəlsin A kökdə 3. Kiçik oturacağım nədir? A. Orta xətt nəyə bərabərdir? A üstə gəl A kökdə 3 bölü 2'yə. Hündürlüyüm nədir bəs? A bölü 2. Gətirib yerinə qoyum da. Hündürlük vur orta xətt bərabərdir 72 üstə gəl 36 kökdə 3'ə. Buradan nə inəyərəm? 4'də A'ları çıxardanda A kvadratı 2 üstə gəlsin kökdə 3 bərabərdir 36'nı çıxardanda qalır neçə? 2 üstə gəl kökdə 3. 2 üstə gəl kökdə 3 tərk edəndə A kvadrat bərabərdir 36 vur 4'ə. A da bərabərdir 6 vur 2'yə, yəni 12'yə. Kiçik oturacağı 12 oldu. Keçək. Diagonalı 10 olub, böyük oturacaqla 15 dərəcə bucaq əmlə gətirən bərabər yan trapesiyanın sayəsini istəyir. Diagonalı 10'dur və böyük oturacaqla 15 dərəcə bucaq əmlə gətirsə. Bura 15'dir.
Bura 10'dur. Soram. İndi baxın uşaqlar, bu sualı yazanda nəyə fikir verək gəlin. Deyək ki, 34 işləyirik. Öncə trapesiyanı çəkək, bərabər yanlı trapesiyanı. Diagonal böyük oturacaqlar 10 dərəcəməyə gətirib 15 dərəcə, özü 10'dur. Buradan belə bir hündürlük endirsəm, h. Bu əraziyə də desəm m'dir. Onda nə bilərik, nə tapara bilərik? Sinus alfa nəyə bərabər? Sinus 15 dərəcə nəyə bərabərdir? M bölünsün h-a. Bəs kosinus 15 dərəcə nəyə bərabərdir? Daha doğrusu 10'a. Sinus qarşıdakı kapitetin h bölü 10'a bərabərdir. Kosinus m bölü 10'a bərabərdir. Bir də buradan h-da tapındıq. H bərabərdir 10 sinus 15'ə. M bərabərdir kosinus 15 vur 10'a. Sonra nə edə bilərəm? S nəyə bərabərdir bəs? S bərabərdir mh-a. Yəni 10 vurulsun sinus 15 vur kosinus 15'ə. Çünki bu m orta xəttin rolunu oynayacaq. Burada 10'u 10'a vuraq, 100 yazaq 50 vur 2 sinus 15 kosinus 15. Bu mənə verəcək sinus 30'u. Sinus 30'da nə alacaq? 2'də 1. 50 vur 2'də 1 cavab eləyəcək neçə? 25. Keçək digər suala. Digər sualda da 75 veribdi, eyni tipdədir. Diagonalında 12 verib. Deməli, onda adlandırsaq. Deyərəm, bura 75'dir. Bura 12'dir, yenə. İndi yenə burada da eyni qaydanı yazsaq, uşaqlar. Deyəcəm ki, bura m olsa. Nədir? Sinus 75 nəyə bərabərdir? H böl 12'yə. Kosinus 75 nəyə bərabərdir? M böl 12'yə. Buradan h bərabərdir 12 sinus 75'ə. M bərabərdir 12 kosinus 75'ə. Bunlar tərəf-tərəfə vuranda da s-i verir. Çünki bu hissə elə oturacağı orta xəttə bərabərdir. 12 vur 12 sinus 75 kosinus 75. Bu da 12'ni belə yazaq. 144 vur 2'də 1 sinus 150 kimi. Çünki 2'yə vurub 2'yə böldüm və yaxud da tərsinə. 72 vur sinus 150 kimi. Sinus 150'də alır elə 2'də 1, yəni 72 böl 2'də 1 eləcək 36. Keçək 35 nömrəli sualı idi. Bu 35 nömrəli sualı idi. 36'ya. Bərabər yanlı trapesiyanın daxilində çevrə çəkilmişdir. Toxunma nöqtələri yan tərəf uzunluqları 1,9 parçaya ayırırsa trapesiyanın sahəsini tapın. Bax, bərabər yanlı trapesiyanın daxilində çevrə çəkilmişdir deyirsə və toxunma nöqtələri 1,9 ayırırsa, onda burada 1 olur. Bərabər yanlı olduğu üçün burada 1 olur, burada 1 olur. 9, 9, 9 olur. O zaman trapesiyanın sahəsini tapın. Deməli, trapesiyanın formasındadır 2, 18, 10. Buradan belə bir xət çəkəndə 2, 16 yar 8, bura 6. Hündürlüyüm 6 olur. Orta xəttim 2 üstə gəl 18 bölü 2, yəni 10 olur. S də bərabərdir. Orta xətt vur hündürlük, yəni 60. 37 də bunun eynisidir. Yəni nə edirik? Bərabər yanlı trapesiya çəkirik. Daxilinə bir dənə çevrə çəkəndə bura 1, 4-dürsə, bura da 4-dür. Çünki toxunanlar bərabər olaraq. Onda bura 4-dür, bura da 4-dür. Çünki bərabər yanlıdır. Yuxarı 1, 1, 1 olacaq. Yan tərəf 5, aşağı 8, yuxarı 2. Trapesiyada deməli, bura 2, bura belə xət çəkəndə 5-dir. Bura xət çəkəndə 2-dir. 8-dən 2 çıxanda 6, 3 bura düşür, 3 bura hündürlükdə 4 olur. S bərabərdir hündürlük, vur orta xət. Orta xətdə 2 ilə 8-in cəminin yarısıdır, yəni 5-dir. 5 vur 4 sahə eləyəcək 20. Keçək 38-ə. Düzbucaqlı trapesiyadır 38'də. Daxilində çəkilmiş çevrə trapesiyanın yan tərəfinin uzunluqlarını
2 və 8 onun 2 parçaya bölür. Trapesiyanın sahəsini tapın. Trapesiyanın sahəsi S bərabər. İndi bax uşaqlar, buradan belə bir xətt çəksəm toxuna. Axı biz şəkil biraz becərəcəkmişik. Gəlin yaxşı çəkək. Bax. Bax, bura 2-dirsə, bura 8-dirsə, burada 8-dir, bura 2-dir. Buradan belə bir xətt çəksəm, ondan olacaq. Bu ərazi bura bərabər olduğu üçün bura 2 düşür, bura 6. Deməli, bu yan tərəf 10-dur, bura 6-dırsa, hündürlük 8-dir. Sonra, bura 8-dirsə, burada 8-dir. Bu da axı yarı-yarı bölünəcək. 4 bura, 4 bura düşür. Onda 4, 4. Deməli, kiçik oturacaq 6, böyük oturacaq 4, 2, 6, 12. Hündürlük də h-da bərabər 8-ə. S bərabər 8 vur orta xətt. 6 üstə gəl 12 bölü 2. Burada da sahə olacaq o zaman 72. Keçək 39-cu suala. İndi burada deyir ki, kiçik oturacağı 6 4-cü dərəcədən kökdə 3-dür. Kör bucağı isə 120 dərəcədir və bərabər yanlı trapesiyadır. Yenə 39-da. Bərabər yanlı trapesiyanın kiçik oturacağı 6 kök 4-də 4-cü əsasdan 3-dür. Kör bucağı 120-dir. Onda burada 120-dir. Bura onda olacaq neçə? 60, 60. Sonra buradan belə bir xətt çəksək, burada olacaq 6, 4 əsasdan kökdə 3. Mənə deyir ki, bərabər trapesiyanın diaqonal iti bucağının tənbələndir. Diaqonal iti bucağın tənbələndirsə, bucağı nə ayıracaq? 15, 30, 30 ayıracaq. Onda 30, 60, bura 90 olur avtomatik. İndi bu bərabər yan trapesiyadırsa, bura 6-sa, bura 6, burada 6, 4 kökdə 3-dür. O zaman bu hündürlüyü tapsaq, hündürlük nəyə bərabərdir? H kvadratı bərabərdir 2A, daha doğrusu A vurulsun, A plus 6 4-cü əsasdan kökdə 3. Bu 1. Bir də axı bu 30, 60, 90 söhbəti var. O zaman 30-un qabağındayı bura 30-sa, burada 60 olur. Bura 90. 60-ın qabağındayı A üstə gəlinsin. 6 4 əsasdan kökdə 3, 30-un qabağındayı kökdə 3-ü bölünmüş hal olacaq. Gəlin başqa bir qayda ilə çəkək, daha qısa bir metod göstərək. Deməli, burada bərabər yanlı trapesiyadır. Diaqonal deyir nədir? Tənbələndir də. Yəni, bura nə olacaq? 30, 30. Burada 120-dir. Onda burada yenə 30 düşür. Burada 90 düşəcək. Burada nə qalır? 60. İndi, biz belə bir dənə tənbələn çəksək, daha doğrusu hündürlük çəksək. Bura 30 olur. Burada neçə qalacaq o zaman? 60 qalacaq. Burada gəlin belirləkdə belə bir paralel xətt çəkək. Bu paralel xətt, bura 60 onda burada 60 olacaq, bura 120 olacaq. Onda bura 60 qalır, bura 30 qalacaq. O zaman nə deyirik? Burada bərabər təfriç bucaq yaranır. Bura 6 kökdə 4 əsasdan 3 isə burada 6 kökdə 4 əsasdan 3 olacaq. O zaman bu hündürlüyü tapmaq üçün hündürlük nəyə bərabər olacaq? A kökdə 3 bölünsün 2 idi də. Yəni 6 kökdə 4 əsasdan 3 vurulsun kökdə 3 bölünsün 2 olacaq. Bu da 2'ye yüksəldiyində 4 əsasdan alınır. Bundan bu gedəndə qalacaq 3 kökdə 4 əsasdan 3 üstü 3. Bu bizim hündürlüyümüz. Oturacaqlar nədir? 6 kökdə 4 əsasdan 3'dür. Biri də 12 kökdə 4 əsasdan 3. Orta xəttdə olacaq 18 kökdə 4 əsasdan 3'ün yarısı. Yəni 9 kökdə 4 əsasdan 3. Bu da bizim orta xəttimiz. Orta xətt. S də bərabərdir H vur orta xətt. Yəni 3 vurulsun kökdə 4 əsasdan 3 vurulsun 9 kökdə 4 əsasdan 3. Kökdə 4 əsasdan 3'də 3 üstü 3'də var idi. Bu bizə normal 3'ü verir. 3 vur 9 alınır. Yəni 81. 40 nömrə sualda bu tipdədir. Yəni bir daha gedək, daha dərin izah verim, tam başa düşün. Deməli burada bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiyadır. Buradan belə bir xətt çəkirik. Və bura kiçik oturacaq 8 kökdə 4 əsasdan 3 isə böyük bu tərəfdə olacaq 8 kökdə 4 əsasdan 3. Bura 60 olacaq.
Onda burada 60 olacaq. Çünki paralel xətt çəkirəm. Burada 60'daq. Onda burada bərabər tərəfi 3 bucaq yaranacaq və burada olacaq 8 4-dən kök 4-də kök əsasdan 3. Bir dənə hündürlük çəksəm. H bərabər olacaq A, yəni 8 kökdə 4 əsasdan 3 vur kökdə 4 əsasdan 2 əsasdan 3 bölünsün 2. Onda 4 əsası gətirəndə bura belə yaranır. Olur. Bundan bu ixtisar gedəndə 4 kökdə 4 əsasdan 3 üstü 3. Bir kökə vuranda bunlar bir-birinə. Hündürlük bu da. Orta xətt nədir bəs? 8 kökdə 4 əsasdan 3 üstə gəlsin 16 kökdə 4 əsasdan 3 bölünsün 2. Yəni 24 kökdə 4 əsasdan 3 elir. Onda 2-yə böləndə 12 kökdə 4 əsasdan 3. İşte bu ikisinin hasili S-i verəcək. Deməli S də buradan bərabər olur. 4 kökdə 4 əsasdan 3 əsasdan 3 üstü 3'ü vuracağım 12 kökdə 4 əsasdan 3'ə. Bu iki köklər mənə 3'ü verəcək və 4 vurulsun 12. 3'ü 4'e 12 12'nin 12 olanda 144. İndi keçək 41-ci suala. Diagonallar perpendikular bərabərləyən trapezin hündürlüyü 6'dır. Sahəsi S bərabərdir H kvadrat olurdu bu zaman. Eləyəcək 36. Diagonallar perpendikular olan bərabərləyən trapezin hündürlüyü 7 olarsa S bərabərdir yenə H kvadratı olacaq 49. İndi 80-ci suala baxın uşaqlar. Daha doğrusu 43-cü sual. Sahəsi 80 olan trapeziyanın M-in orta xətti iştiqlamış, yəni sahəsini tapın. M-in orta xətdirsə uşaqlar, burada 3 bucaq var axı. Orta xətt sahəni necə S-in 3S nisbətində bölür. Buranı 3S-in S nisbətində bölür. Məsələn S1, bura S2 olsun, S1 olsun. Burada yenə S2-nin S3 nisbətində bölür. O zaman deyərəm ki, 4S üstə gəlsin, 4S1 üstə gəlsin, 4S2, S3 bərabərdir nəyə? 80'ə. Hər tərəfi 4'ə böləndə S1 üstə gəl, S2 üstə gəl, S3 bərabərdir nəyə? 84'ə böləndə nə qalır? 20'yə. İndi S1, S2, S3 bunlarda da bu yan iştiqləmiş hissə. Deməli sahə olacaq 20. Keçək indi 44 nömrəli suala. 44 nömrədə dedik ki, oturacaqları cəmi 5 olan trapeziyanın kiçik diagonalın uzunluğu 3, böyük diagonalın uzunluğu 4 olarsa bu trapeziyanın sahəsini tapın. İndi baxın uşaqlar, trapeziyanı çəksək, oturacaqları cəmi 5'dir. Yəni A ilə B-nin cəmi 5'dir. Kiçik diagonalı 3, böyük diagonalı 4'dür. İndi bax uşaqlar nə edərəm mən burada? Bu xətti biraz uzadaram, beləsinə bir şey çəkərəm. Bax belə. Və deyərəm ki, məsələn, bura olsun, bu diagonalın biri, bu da diagonalın ikincisi. Daha doğrusu buradan yox. Gözləyim edərəm, bu yan hissədən çəkim ki, şəkli sizə tam aydın olsun, nə demək istəyirəm. Bax uşaqlar, bu mənim olsun trapezi. Bu da onun, bu bir diagonalı, bu da ikinci diagonalı. Burada ikinci diagonal 90 dərəcə altında kəsişəcək. Sonra davamında bir diagonal, kiçik diagonal 3'dür. Böyük diagonal 4'dür. Bura 4'dürsə bu paralel xəttə görə bu da 4 olacaq. Bura A olanda bu da A olacaq və bura B olacaq. Bütöv o zaman ərazi A ilə B-nin cəmi 5'dir deyə. Bura 5, bura 4, bura 3 olduğu üçün bura 90 dərəcə olduğunu deyəsik. İndi biz hündürlüyü tapsaq buradan hündürlüyü indirəndə H nəyə bərabərdir? 3 vur 4 bölünsün 5'ə. Bu da nə eləyir? 2,4. Hündürlük var, oturacaqlar var. S bərabərdir. Hündürlüyü 2,4 vurulsun. Oturacaqların cəmi bölü 2. Bu da bizə verəcək. Bundan bu ixtisar gedir. 1,2. 1,2'ni 5'ə vuranda cavab eləyəcək 6. Keçək. İndi son 5 dənə sual var. 45'dən 51'ə kimi 6 sual. Gəlin bunları dişləyək və bundan da mövzunu yekunlaşdıraq. İndi 45-ci sualda deyir ki, trapez ilə rombun hündürlükləri və sahələri bərabərdir. Yəni bir dənə trapeziyam var 45'də. Bir dənə də rombun var. Bunların deyir hündürlükləri bərabərdir. H1 bərabərdir H2. Və sahələri bərabərdir. Yəni S1 bərabərdir S2. Trapeziyanın oturacaqları 2 ilə 8'dir. Bunun da tərəfi A-dırsa. Sahəsi nəyə bərabərdir? AH düsturuna. Digər sahəsi nəyə bərabərdir? H vurulsun 2 üstə gəl 8 bölünsün 2. Bunları bərabər eləyəcəm bir-birinə. AH bərabərdir. H vurulsun 2-də 10. Bundan bu gedir 5 qalır. H'lar gedir A bərabər olur 5'ə. Rombun perimetri deyirsə 4A'nı istəyir. Yəni 4 vurulsun 5 cavab eləyəcək 20. Trapez ilə rombun hündürlükləri sahələri bərabərdir. Yenə o zaman nə deyəcəm bu səfər? Yenə AH, deməli A vurulsun H bərabərdir. H vurulsun
6 üstəgəl 14 bölünsün 2-yə. H-lar gedir, A da bərabər olur. 2-də 20, yəni 10-a. Perimetr istəyir, perimetrdə 4-a, yəni 40 eləyəcək. İndi mənə deyir ki, D-dan C-yə kimi məsafə A-dır, A-dan D-yə kimi məsafə A plus 2-dir, A-dan B-yə kimi məsafə 3A plus 1-dir. Əgər bura A-dırsa, burada 2A plus 1-dir. İndi burada hündürlükdür, yəni A plus 2-dir. Biz bildik ki, A plus 2-nin kvadratı bərabərdir A vurulsun 2A plus 1-ə. Vurub açanda A kvadratı üstəgəl 4A üstəgəl 4 bərabərdir 2A kvadratı üstəgəl A-ya. Hamısını bir tərəfə keçirəndə olacaq A kvadratı üstəgəl, daha doğrusu A kvadratı boyuna keçirəm də. Çıxılsın 3A, çıxılsın 4 bərabər 0-a. Bunun kökü nə olacaq? 3-lə, yox 4-lə 1, amma biri mənfidir. Deməli, mənfi 1-lə 4. Üzərinə gələndə 3 eləyir, mənfisi yazılır. Mənfi olan tərəfi götürmürük, cavab olacaq 4. Yəni A 4-dür. Trapesiyanın sahəsini istəyir. Trapesiyanın sahəsi A 4 olarsa bura 4-dür. Aşağı olacaq 4 üstəgəl 8, 9, yəni 13. Aşağı 13-dür, yuxarı 4-dür, hündürlük də 6-dır. Deməli, S bərabərdir 6 vurulsun 2-də, 4 üstəgəl 9. 2 ilə bu gedir 3 qalır, 4-ün üstünə 9 gəlir 13, 13-ü də 3-ə vuranda cavab edir 39. Çox gözəl bir sualdır. İndi keçək 48-ə, 48 də bunun eynisidir. Baxın uşaqlar, mənə deyir ki, A-dan D-yə kimi məsafə A üstəgənsin 2-dir, A-dan B-yə kimi məsafə 2A üstəgənsin 5-dir, D-dan C-yə kimi məsafə A üstəgəl 6-dır. Buradan belə bir xət çəksəm, hündürlük burada olacaq A plus 2, burada olacaq A plus 6, burada geriyə qalacaq A minus 1. Cəmi 2A plus 5-i verməlidir. Və salam, biz bildik ki, hündürlüyün H kvadratı bərabərdir M düsturuna əsasən yazacağım ki, A plus 2-nin kvadratı bərabərdir. A üstəgənsin 6 vurulsun 2A plus 5-ə. Gəlin, indi bunu vurub açaq aşağıdan. Görək bizə nəyi verəcək. Vurub açanda alınır ki, A kvadratı üstəgəl 4A üstəgəl 4 bərabərdir. 2A kvadratı üstəgəl 5A üstəgəl 12A üstəgənsin 30-a. Hamısını bir tərəfə keçirəndə boyuna keçirərəm. Qalacaq A kvadratı üstəgəlinsin 13A üstəgənsin 26 bərabər 0-a. Buradan da deməli, indi burada diskriminantdan köklərini tapaq. Burada səhv vurmuşuq. Bura A minus 1-ə vurmalıydıq. 2A plus 5-ə vurmuşuq. Gəlin bir daha yazım. Deməli, olacaq nə burada? A plus 2-nin kvadratı bərabərdir. A üstəgəl 6 vurulsun. A minus 1. Bu da eləyir A kvadrat üstəgəl 4A üstəgəl 4 bərabərdir. A kvadratı çıx A üstəgəl 6A çıx 6-ya. Hamısını bir tərəfə keçirəndə A kvadratları gedəcək. Bunun boyuna keçirəndə 4A üstəgəl A çıx 6A bərabərdir mənfi 6 çıx 4-ə. Bu da eləyəcək mənfi A bərabərdir mənfi 10-a. A da bərabərdir müsbət 10-a. A-mız 10-dursa, bura olacaq 12. Deməli, hündürlük 12-dir. A plus 6, 16, böyük, kiçik oturacaq. Böyük oturacaq, olacaq 2A plus 5-ə, daxı ona vuranda 20, 25. Onda A plus B-nin yarısı da olacaq. Neçə eləyəcək burada? 16 üstəgəl 25-in yarısı. İndi sahə nəyə bərabərdir? Orta xat vur hündürlük. 12 vurulsun 2-də, 16 üstəgəl 25. Bununla bu gedir 6 qalır. 16-nın üstünə də 25 gələndə eləyəcək neçə? 41. 41 vurulsun 6. Cavab olacaq 246. Keçək indi 49, 50, 51 və son 3 dənəsinə görək burada nələrdən bəhs eləyəcək. 49-cu sualda 49-da deyir ki, daxilinə çevrə çəkilmiş ABCD düzbucaqlı trapesiyasında AB 16-dır. Bura 16-dır. Və kosinus ADC 15/17-dir. Buradan belə bir şey çəkəndə hündürlük. Bura 16 olur. Kosinus ADC. Kosinus burada alfa. Kosinus alfa nəyə bərabərdir deyir? 15/17-yə. Kosinus alfa bilirdik ki, bitişiyin hipotenuza nisbətidir. Yəni, bura olacaq 15K, burada olacaq 17K. Öncəliklə buradan Pifaqor teoremi istifadə edib K-nı taparıq. Daha sonra digər qaydaya keçərik. K-nı necə tapasıyıq? Deyəcəm 17-nin K-nın kvadratı çıx 15K-nın kvadratı bərabərdir 16-nın kvadratına. 289K kvadratı çıx 225K kvadratı bərabərdir 216-ya. 289-dan 225 çıxanda qalacaq 64K kvadratı bərabərdir 216-ya.
K kvadrat da bərabərdir. Bu 16 vur 16 deməkdir. 64 da 8 vur 8 deməkdir. Burada cavab qalır 4. Yəni K bərabər olur 2-yə. K 2 onda bura olur 34. Burada olur 30. İndi yəni bunu aşağıdakı nümunədə göstərəcəm. Ya da yox, elə yuxarıda göstərərəm. Deməli bu hissə oldu 30. Bura olsa A, burada A'dır. Çevrənin əgər daxilinə çevrə çəkilirsə dördbucaqlının neydi? Qarşı tərəflərin cəmi bərabər olmalı idi. Yəni o zaman 16 ilə 34-ün cəmi bərabər olacaq. A üstəgəl 30-a. Buradan 2A bərabər olacaq. 34, 50, 20-yə. Daha doğrusu 20-yə yox. Hə, 20-yə. A da bərabər olacaq 10-a. A 10'dur. Bura 10'dur. Burada 10'dur. İndi hündürlüyüm 16'dır. Oturacağım biri 10'dur. Biri də 40'dır. Cəminin yarısı orta xəttimdə olacaq 25. Sahə nəyə bərabərdir? 16 vurulsun 25'ə. Bu da eləyəcək 400. Keçək 50 nömrəli sualda bunun eynisidir, amma sizin üçün işləyəcəm. İndi 50-ci sualda da eyni qaydanı tətbiq eləyək. Bura 10'dursa, burada 10 olacaq. Onda kosinus alfa nəyə bərabər idi? Bitişik katetin hipotenuza nisbəti. Deyəcəm ki, 13k kvadratı çıx 12k kvadratı bərabərdir 10'un kvadratına. 169k kvadratı çıx 144k kvadratı bərabərdir 100'ə. Bu da eləcək 25k kvadrat bərabərdir 100'ə. K da bərabərdir 2 olacaq. Çünki 2'nin kvadratı 4, 100'ə vuranda olur. K 2 onda bura 26 olur. Burada 24 olur. İndi bura 24'dür. Burada A'dır. Burada A'dır. Qarşı tərəflərin cəmi axı bərabər olmalı idi, elə deyil. Yəni mən nə deyəcəm? Deyəcəm ki, yan tərəflərin cəmi neçədir? 36. 36 bərabər olmalıdır. 24 üstə gəl 2A'ya. Buradan da 2A bərabər olur. 12A da bərabər olur 6'ya. A 6'dırsa hündürlüyüm 10'dur. Oturacaqların biri 6'dır. Biri də 30. Bunun da yarısı eləcək 18. S də bərabərdir 10 vur 18, yəni 180. Deməli bu sonuncu suala da baxaq və bundan yekunlaşdıraq. ABCD trapeziyasında AC diaqonalı BAD-nin tən böləndir. Yəni alfa bölünür. O zaman burada alfa olacaq uşaqlar. Və burada 8 olası bərabər yanlıdır. İndi deyək ki, mən sahə ABC-nin sahəsi ABCD-nin sahəsinin 5/2 hissəsidir. Yəni bura ümumi buronda 3x olur, bura 5x olur, 2x olur sahələr çünki ümumi indir 5/2-dir. Və bizdən AD-ni istəyir, A-nı tapaq. Gəlin baxaq. Mən nə edirəm uşaqlar? Buradan bir dənə hündürlük çəkirəm. Bu hündürlüyümüz olsun H. Sonra bu hündürlüyü beləsinə çəkəndə də eyni bu hündürlük buna bərabərdir. Yəni bu 8 vurulsun hündürlük bölünsün 2 bərabərdir 2x-a. Bir də digərini indi baxsaq. 8 üstə gəlinsin. Aşağıya nə dedik? A bölünsün 2 vurulsun hündürlük bərabərdir 5x-a. Və gəlin indi buradan nə edək? Bunları tərəf-tərəfə bölək. Tərəf-tərəfə böləndə nə alınacaq? 5'in 2'yə nisbəti. Deməli, H-lar ixtisar gedəcək eyni dedik. 2'lər ixtisar gedəcək. Qalacaq 8 bölünsün 8 üstə gəl A bərabər 5'də 2 x-lar da ixtisar gedir. Və çarpaz vuranda 40 bərabərdir 16 üstə gəl 2A-ya. 2A bərabərdir 40'dan 16 çıxanda neçə eləyəcək? 30, 24, A da bərabərdir 12. Bizdən AD-ni istəyir, yəni 12-ni istəyir. Belə uşaqlar, abunə olmağı, like etməyi unutmayın ki, bütün suallar